Dünyanı xilas et, tullantıları ayır. Elə bilirsiniz, narıncı zibil qabları bəzək üçündür? Xeyr, deyil. Əgər hər ailədə plasmas, kağız və kardonlar ora atılsa, biz əvvəlcə öz ölkəmizi, sonra da dünyanı xilas edən qəhrəmanlar olacağıq. 5 iyun Dünya Ətraf Mühitin Qorunması günüdür. Stockholm Ətraf Mühit İnstitutunun dərc etdiyi hesabatda bildirilir ki, dünya üzrə təmiz su ehtiyatlarının 60%-i çirklənmə və iqlim dəyişikliyi səbəbindən təhlükə altındadır. İqlim dəyişikliyinin insan sağlamlığına təsirini isə deməyə ehtiyac varmı? Bu barədə The Lancet Tibb jurnalı yazır ki, çirkli hava ürək-damar və tənəffüs xəstəliklərinin artmasına səbəb olub. Bəs bizim hər birimizin ətraf mühiti qorumaq üçün vəzifəmiz nədir? Mütəxəssislər bildirir ki, dünyanı qorumaq istəyən hər kəs tullantıları azaltmalı, ayırmalı, təkrar istifadə və çeşidləmə vərdişlərini tətbiq etməlidir. Bundan əlavə, enerji və suya qənaət edərək resurslardan səmərəli istifadə etməyi bacarmalıdır. Nə deyirsiniz? Dünyanı xilas edən qəhrəman olmaq istəyirsiniz, yoxsa dünyanı məhv edən cahil? Sağlam xülasə. Qismət.